bilmirsiniz necə məzundur. Bir dənə hədis deyirəm sizə, Peyğəmbərdəndir. Peyğəmbər deyir, kim oğlum, balam Həsənə göz yaşı töksə, qiyamət günü o gözlər ağlamaz. Allah, ya Rasulallah, sən şahidsən, mən bugün İmam Həsənə də bir roza oxudum ha. Ya Rasulallah, əlimizdən tutmuş. Deyirlər, Abdullah deyirlər, gəl. Abdullah da gəldi. İmam Hüseyin ki, daha Əli Əsxərin də şəhid verib, heç kəs qalmayıb meydanda, çıxır meydana. Çıxanda gəldi Zeynəb bacısına yaxınlaşdı. Zeynəb dedi, hə, dedi, nəbada Abdullah ibn Ubeyhi qoyasan, Abdullahı qoyasan ha, bu Abdullah ibn Həsəni. Buraxma. Buraxma bu uşağı, möhkəm tut əlindən. Deyirlər, İmam Hüseyin ki, sağollaşdı, bunu mən aşırıda danışmalıyım. Qopi kəlmə deyim. Gəldi, yandı xeymələrin qabağına, dedi, ya Zeynəb, ya Umma Qulsum, ya Sükeyna, ya Rüqeyyə. Əleykunna minəsən. Balalarım, bacılarım, Allahın salamı olsun. O hissələr mən aşırıda danışdım. İmam Hüseyin getdi meydana, qısa deyirəm məktəldən sizə, qısa məktəldən deyirəm. Gəldi, çatdı, meydana çıxdı, bir məktəl budur, ay Hüseyin aşiqləri, bir məktəl budur, bir oxu çəkdilər, oxu. Ox gəldi, batdı, deydi, İmam Hüseyin ağanın alnından deydi, siz daşı şütmüşdünüz, bir məktəl budur, ox deydi. Ox deyəndə bütün qan töküldü üzünə, saqqalına, deyirlər, İmam Hüseyin əleyhissalam köynəyini qaldırdı ki, o qanı silsin, düşmən bir dənə də ox atıb. Ox sinəsindən batıb, Hüseyin sənə qurban. İmam zaman bizi bağışla belə roza zikri müsibətdir. Ox batdıq, ağa qabaqdan çıxardan mədə, arxadan çıxartdı oxu. Amma bilirsiniz nə oldu? Adamı ürəyi yandıran səhnə budur, ayaqlarında taqət qalmadı. Taqət qalmadı, yıxıldı yerə. Abdullah da baxırdı, Teli Zeynəbiyyədən baxırdı, Həzrət Zeynəb əlini tutmuşdu. Deyirlər, əlini uşaq çəkdi, qaçdı. Qaçdı, gəldi İmam Hüseynə çatanda bizən hansı səhnədir? Əş-şimru calisun əla sədri. Şimir çıxır İmam Hüseynin sinəsi. Həzrət İmam Hüseyin qayıtdı ki, şimir, İrtəqəytə mərtəqən əzima. Hara çıxmışsan, bilirsən, Peyğəmbər öpən sinəyə. Zəhra öpən sinəyə. Deyirlər, Abdullah dayanıb baxır. Abdullah deyir. Allah bu roza bitsin. Deyirlər, Abdullah dayanıb baxır, uşaq istəyəndə şimir ki, vursun İmam Hüseyni bir də qılıncla əlini verdi qabağa, əlini verəndə deydi uşağın qoluna, qolu üzüldü. Qolu üzüləndə üzünü tutdu. Anan qışqırdı. İmam Hüseyin də kəllərini açdı, qurban olduğum. Kəllərini açdı, uşaq düşdü İmam Hüseynin qucağına. Bala, niyə gəldin axı? Ay bala, bunlar bilmirsən nə necəbdir, bunlar Əli Əsxəri öldürənlərdir. Hər